Assalamu aleyküm, əziz və hörmətli möminlər, müsəlmanlar. Bu cahil adamın sözlərini dinləyin. बोला हजरत उमर आए, हजरत अली के दरवाजे पर दस्तक दी, दरवाजा नहीं खुला, लात मारी, दरवाजा टूट गया, दरवाजा सैयदा पाक को लगा। मैंने कहा इस पर कायम हो, बोला कायम हूं। मैंने कहा मैं तुझे हदीस बताऊं, तेरी तारीख कहती है दरवाजे पर उमर ने लात मारी, दरवाजा टूट कर गिरा, ये तारीख है, और दरवाजा सैयदा कायनात को लगा, तारीख ये कहती है। जबकि हकीकत ये है, हदीस ये बताती है कि सैयदा पाक का विशाल तो हजरत अबू बकर के दौरे खिलाफत में हो चुका था। उमर के दौरे खिलाफत में तो सैयदा पाक ज़ाहिरी हयात में मौजूद ही नहीं थी। जब मौजूद नहीं तो दरवाजा टूटा कैसे, जब मौजूद नहीं तो दरवाजा लगा कैसे। पता चला तारीख ने तुझे उमर के दरवाजे से दूर किया, हदीस ने मुझे उमर के दरवाजे के करीब किया। Əzizlər, mən nə qədər elədim, bu adama alim deyə bilmədim. Deyə bilmədim ki, bu sünni alimini dinləyin. Yəni, sadəcə bu mənim ağlıma gəldi ki, bunun danışıqlarına görə buna cahil deyəm. Görün nə həddə cəhalət bürüyüb bunları və onun qabağında oturan cəmaat görün nə həddə cahiliyyət içində qərq olublar ki, orada oturub qışqırır, özünü öldürür orada, güya ki, indi sübut eləyəcək Ömər ibn Xattab Həzrət Fatimə Zəhranı vurmayıbdı, qapısını yandırmayıbdı və belə-belə. Deyir ki, Həzrət Zəhra salamullah əleyha heç Ömərin zamanında olmayıbdır ki, Ömər Həzrət Zəhranı vursun, Həzrət Zəhranın qapısını yandırsın. Çünki Həzrət Zəhra o zaman dünyadan köçmüşdü. Görün nə həddə çalışar insan ki, haqqın üstünü örtsün və nahaq insanları müdafiə eləsin, özüdəki yalan sözlərlə, yalan söhbətlərlə. Bu, sünni alimlərinin istidlalıdır. Dəlillərdir ki, sünnilər, sünni alimləri gətirirlər, güya ki, şiəni kökündən vuracaqlar. İndi bu adam, Allah bilir, özü bilir, ya cahildir, həqiqətən cahildir və elə özündən cahil insanlar da yığılıbdır bunun başına, orada danışır onlara, ya da ki, özünü cahilliyə vurubdur və orada oturanları da qoyun hesab eləyibdir. Və o cür onlara danışır, onların da heç birisi etiraz etmir, heç birisi demir ki, bəs bu nə sözdür danışırsan. Ömər ibn Xattabın zamanında olmasın Həzrəti Zəhra. Həzrəti Zəhra salamullah əleyha Əbu Bəkirin zamanında olsun. Yəni nə? Nə söhbətdir? Ömər ibn Xattab Əbu Bəkirin zamanındaydı da. Ömər ibn Xattab Əbu Bəkirin o xilafət dövründə Öməri yollayır, göndərir Həzrəti Zəhranın qapısına, evinin qapısına və orada o cür cinayətləri törədir. Bunu dərk etmək, bunu başa düşmək bu qədər çətindir. Yəni, bunlar görün nə həddə cəhalətə qərq olublar bu alimlər, bu cahillər əslində. Və onların qarşısında oturan insanlar görün nə həddə cahiliyyətdə qərq olublar. Bundan əvvəl hələ Vahabilərdə iddia eləyirdi ki, heç o zaman qapı yox idi. Yadınızda olsa bir videoda bu haqda çəkmişdik ki, Qur'an-ı Kərimdə qapıları gətirmişdik, qapılara kilidlər salmaq, kilidlə açmaq, Məkkənin, Kəbənin qapısı, Həzrət Peyğəmbərimizin evinin qapısı. Yəni, bunları sənəd olaraq gətirmişdik sizlərə. Yəni, bunlar bu həddə cahildilər. Niyə bu cəhalətə qərq olublar? Çünki inadkarlıq eləyirlər, çünki təəssübkeşlik eləyirlər. Təəssübkeşlik insanı aparıb çıxardar bu yollara axırında və özlərini gülünc bir vəziyyətə qoyarlar.